özün nəsihət eləyəsən. Əli əleyhissalam görürsünüz, nəfslə mübarizədən danışan kimi daim əbədi və müvəqqəti nemətlərə toxunur. Bunlar əlaqəsiz deyil, zəncir kimi, belə deyək də, hər biri bir təsbehin bir dənəsi kimi düzülüb bu sözlər. Niyə nəfslə mübarizədən sonra deyir ki, gözü əbədi nemətlərdədir və müvəqqəti şeylərdən uzaqdır, biganədir? Ona görə ki, nəfsin istədiyini niyə vermir? Niyə? Çünki elə şeylərə könül bağlayır ki, o şeylər zamanla aradan getməyəcək. Nəfs isə müvəqqəti şeylər istəyir. Görürsünüz? Ardıcıllığı. Nəfsin istəyi müvəqqəti şeylərdir. Bunun ki, o şeylərə rəğbəti yoxdur, nəfslə mübarizə bunun üçün asanlaşır. Çox asanlaşır. Ümumiyyətlə, istəyirsənsə sənə qiymət verirsən kimsən, sual budur, nəyə önəm verirsən? Nə sənin üçün önəmlidir? Sən 5 dəqiqə danış, mən deyim sən kimsən. Mən kiməm, cəmaata qiymət verim. Misal üçün deyirəm, mən sən şərti olaraq deyirəm. Yəni ki, insanın sənin üçün önəmli olan nədir həyatda? Müsahibə verdiyimiz halda dediyimiz yox. Müsahibə verəndə hamımız deyir, mənim üçün ən önəmli o yox. O boş şeydir. İçində nədir? Onu sən müsahibədə dilvə gətirirsən, axı, mənim üçün önəmli. Utanırsan onu deməyə. Müsahibədə hamı ağıllı görkəm alır, mənim üçün deyir. Biri deyirdi ki, mən. Nəysə deməyim, deməsəm yaxşıdır. O yox, içində doğrudan da sənin üçün ən önəmli olan şey, ən mühüm olan şey nədir? O qədər sənin dəyərin var. Əleyhissalam demir ki, pisliklərdən çəkinirlər. Buyurur ki, müvəqqəti şeylərdən çəkinirlər. Pislik hələ heç, bu müvəqqəti şeylərə könül bağlamır. Pəhriz saxlayır. Hər şey könül bağlayanda deyirəm, bunun müddəti nə qədərdir? Az demənlidir. Ona deyək, bağlansan sonra qopmaq çətin olacaq problem. Bunun müddəti nə qədərdir? Bu sualı verəcək. Bağlanıb sonra qopma da, bağlanma əvvəldən. Çünki qopma ağırlı bir prosesdir. Bir şey desən ki, bu aradan gedəcəklə vəssalam, mənlik deyil. Sən sağ, mən salamat. Mən səndən istifadə edəcəm, bəhrələnəcəm, amma sən nəsən ki, mən sənə könül bağlı. Həqarət gözü ilə adam baxsın müvəqqəti şeylərə. İnsana yox, insana şəxsiyyət cəhətdən hörmət eləsin. Amma bağlanmaq baxımından elə insana da. Elə insana da bağlanmaq cəhətindən elə yanaşsın. Ona həyat çox xoş olur. Həyat çox ləzzətli olur. Adamlar elə bilir ki, dünyanı sevəndə həyat gözəl olur. Əksinə, dünyanı sevən adam, könül bağlayan adam, müvəqqəti şeylərə bağlanan adamın həyatı necə xoş keçə bilər? Əksinə, həmişə stres içində. Ay, birdən əlimdən çıxar, əldən çıxdı, o getdi, bu gəldi. Elə, o heç vaxt ləzzət ala bilmir dünya həyatından. Ariflər isə nəyəsə fəda eləmir. Ariflər müvəqqəti şeydən keçir. Müvəqqəti şeylərdən imtina eləyir, keyf eləyir. Ne üçün keyf eləyir? Çünki daimi şeylərə bağlanıb. Daimi şeylərə bağlandıqca feyz gəlir axı adama. Arif niyə görə yayınmır dünyaya? Çünki Allahdan hər an ona feyz nazil olur. Diqqəti yayınanda feyz kəsilir, keyfdən məhrum olur. Öz keyfi üçün arifdir. Kim üçünsə nəyəsə fədakarlıq eləmir. Dünya qan qaraldan yerdir ki, ona könül bağladın, qanı qaraldacaq. Allaha bağlananda ürəyin açılır. Çünki Allahın sonu yoxdur axı. Həmişə var və ləzzətlə arta-arta gedir. Ona görə də könlünüzü deyir, ona bağlayın ki, gününüz xoş keçsin. Nəinki burada oturasan fədakarlıq dərsi keç, sən filan ləzzətdən keç. Mən yaduzadır Ramazan ayında dedim, heç nədən keçməmisənsə, heç nədən. Sən nədən keçmisənsə artıqlaması ilə sənə veriblər, sən borclu qalmısan. Sən müvəqqəti bir şeydən, onsuz da sənə əziyyət verəcək bir şeydən keçmişsən, daimi bir şeyə bağlanmışsan, kefini də özün görürsən, kimə minnət qoyacaqsan? Onda daha çox borclu olursan ki, nə yaxşı ki, sən özünü mənə daddırdın ki, mən bu dəyərsiz şeylərdən keçdim, sən demə həyat varmış, sən demə yaşayış var imiş.